Qurban olduğum milletim yine agresivliğinden geri kalmır da. Ay bala niye beddua okuyorsunuz bu İsrail-İran arasında olan mesele için İranlılara, İrandaki olan əhaliyə? Siz bilirsiniz ki Azərbaycan millətinin 30 milyonu İranda yaşayır. Yani siz beddua eləyəndə siz öz millətimizə, özümüzünkilərə beddua oxuyursunuz. Sadece Azərbaycanda 10 milyon var, təsəvvür eləyin, amma İranda 30 milyon. Mən bunu valla İrana gedənə qədər bilməmişdim. İrana getdim, ondan sonra orada gördüm, bildi. İrana getdim, Təbriz, Urmiya, Ərdəbil, Zəncan, oralarda gördüm bizim millət, dil, aksent, adət, ənənə tamamilə eyni insanıq, tamamilə. Yəni bilməyənlər varsa buradan da məlumat vermək istəyirəm. Onsuz da nə bəddua oxusaz, karma deyilən bir şey var da. Hamısı geri sizə gəlir, hamısı. Yaxşı da pisdir, amma eləməyin belə. Bu siyasətdir, bu politikadır. Nə hər yerə başınızı, burnunuzu soxursunuz lazım olmayan işlərə, güclərə. Hər kəs məncə öz işi ilə məşğul olsa yaxşıdır. Siyasət bilən siyasət aparsın. Siz sadəcə baxın, keçin, yəni burnunuzu soxmayın.